Salam uşaqlar, bugün sizlə 12 iyul 2026 tarixində keçirilən birinci qrupların ikinci şans, ikinci cəhd imtahanının suallarına baxırıq. 31-ci sualdan başlayaq. Eyler-Venn diaqramına uyğundur bəndləri müəyyən edin. Akseptor aşkar və donor aşkardan gedir söhbət. Deməli, biz bunları ayıraq. Yarımkeçirici kristalda sərbəst elektronların sayını artırır. Elektronların sayını bilirdik ki, nə idi? Donor artırırdı. Biz demişdik ki, donor, elektron, bax, yəni yadda saxlamaq üçün. Akseptor isə deşiklərdir. Donor N tipdir. Baxın, burada N var. Akseptor P tipdir. Yəni yadda saxlamaq üçün deyirəm amma bunu. Yəni bu P-yə N-ə görə deyil, hərfə görə deyil. Sadəcə yadda saxlamaq üçün. Yaxşı. Yarımkeçirici kristalda deşiklərin sayının elektronların sayından çox olmasını təmin edir. Deşiklər harda çox idi? Akseptorda çox idi. Ona görə 2-yi buraya yazırıq. P tipdir. Üçüncü əlbəttə ki, akseptordur. N tipdir. Bu donordur. Bunu da buraya yazırıq. Amma yarımkeçirici kristalın elektrik müqavimətini azaldır. Bu isə ikisinə də aiddir. Ona görə ortaya qoyuruq. 31-i yazdıq. 31-i nə oldu? Variantı eləmədik. 2, 3, 1, 4 və 5-də belə. Deməli, B variantıdır 31-də. 32-yə baxaq. Mexanizmdir faydalı işinin görülən tam işdən asılıq qrafik verilib. Faydalı iş əmsalının. Faydalı iş əmsalı eta nəyə bərabərdir? A faydalı bölünsün A tam. Vurulsun 100% daha yazmıram. Görürəm ki, eta A faydalının düz A tamdan tərs asılıdır və yaxud da ki, bu bir tangens alfaya bərabərdir. Onda mən 1-2 nöqtəsindən belə xət keçirdirəm. Burada bir bucağa mənə gəlir və 3 nöqtəsindən bir xət keçirəm. Burada 1. Tangens alfada dedik bucaqla düz asılı idi. Yəni bucaq artırsa qiyməti çoxdur, dəyəri. Azsa azdır. Deməli 1 ilə 2 eyni xəttin üzərindədir. Bucağı çoxdur və onların dəyəri də çoxdur. Eta 1 bərabərdir eta 2-yə və eta 3-dən çoxdur. Çünki bax 3-ün 3 nöqtəsinin bucağı daha azdır. Bu da hansıdır? Y variantıdır. 33-cü sual. Verilmiş metal üzərində düşən işığın tezliyini sabit saxlayır. Tezliyi sabit saxlayır, intensivliyi 2 dəfə artır. Biz fotoeffekt qanununda demişdik də, əgər tezliyi artırırsansa, dalğa uzunluğu dəyişirsənsə, sürət, impuls, kinetik enerji bunlar dəyişir. Amma əgər tezliyi sabit saxlayıb intensivliyi artırırsansa, yəni burada impuls, onlar heç bir dəyişmir. Yəni impuls dəyişməz. Yəni çox sadə, hasan sualdır. 34. Başlanğıc anda nüvələrin müəyyən elementin radioaktiv nüvələrin sayı bu qədərdir. Başlanğıcda yəni N0 nə qədərdir? 8 vurulsun 10 üstü 23-dür. Sonra deyir yarımçevrilmə periodu 10 dəqiqə olarsa, 20 dəqiqə ərzində, yəni zaman 20-dir, period 10-dur. Nə qədəri çevrilməyə məruz qalar? Deməli biz taparıq çevrilməyənləri, sonra çıxarıq. 2 üstü mənfi T bölünsün T'dir düsturumuz. Hesablama aparsaq 8 vurulsun 10 üstü 23 vurulsun 2 vuraq 20 bölək 10. Bu nə eləyər? Bu eləyər 8 vurulsun 10 üstü 23 vurulsun 4-də 1. 2 üstü mənfi gedir o da. Nə gedir? 2 vurulsun 10 üstü 23 qalır buradan. İxtisar gedəndən sonra. Deməli, bu qədər nüvə parçalanır. Parçalanan nüvələrin çevrilməyə məruz qalan nüvələr hansılar olacaq? 8-dən çıxacaq 2-ni 6 olacaq. Yaxşıdır ki, burada 2 cavabını verməyibdir. 2 cavabını versəydi, uşaqlar çaşıb 2 götürə bilərdilər. Sağ olsunlar, bunu heç olmasa eləməyiblər. 8-dən 2 çıxırsan, bilirsən ki, bu qədəri parçalamaya məruz qalan nüvələrdir. Parçalanmayan nüvələrin sayı bu düsturla tapılır. Parçalananların düsturu daha böyük idi. Yəni bu cür tapa bilərik. Yaxşı, 35-ə baxaq. Eyni temperaturda ağzı bağlı. Ağzı bağlı, yəni hermetik qabda ətrafdan bir əlaqəsi yoxdur. Qabda su və onun üzərinə doyan su buxarı var. Doyan, eyni temperatur. Deməli, izotermik prosesdən doyan buxardan söhbət gedir. Deyir, qablarda doyan buxarların molekuların konsentrasiya arasında münasibət. Biz demişdik ki, izotermik prosesdə və həcm hərəsində bir cürdür. Birində tutaq ki, azdır. Burada 2V-dir, burada da 3V-dir. Tutaq ki, izotermik genişlənmə düşünsək, nə qalırdı? P, Rho, bir də N.
3'ü sabit qalırdı. Bu da o deməkdir. Elə sabit temperaturda doyan buxardan söhbət gedir deyəndə bunların həcminə nəzər vermirsiniz. Cavab hamısını bərabər götürürsünüz. Yaxşı sualdır. 36. Köbür yükünün A nöqtəsində yükün elektrik sahəsinin A nöqtəsində intensivliyin modu Y-dir. Köbür müsbətdir. Deməli gəlir belə çıxır. Düzdürmü? Bu tərəfə gedir. Və onu deyir köbür yükün intensivliyi Y-yə bərabərdir. Hesablasaq K vurulsun Q. Buradan bura qədər məsafə R-dir. Bölünsün R kvadratı. Bu bir dənə Y-dir. İndi Q2 yükünə baxsaq, mən hələlik bunu silim, mane olmasın. Q2 yükü mənfidir. Mənfi yükdə bilirik ki, qüvvə xətləri, intensivlik xətləri ona daxil olur. Yəni bu da bu istiqamətdədir. Birincinin də istiqaməti belə idi. Onu bu ilə çəkim. O da belə idi. İkisi də eyni istiqamətdədir. Amma biz ikincinin intensivliyini tapaq. O da nədir? K vurulsun 5Q bölünsün R-in kvadratı. Əgər KQ bölünsün R kvadratı 7-sə, K vurulsun 5Q, yəni bu belədir də 5KQ bölünsün R kvadratıdır. Bu da 5Y deməkdir. Və biz görürük ki, bu 5Y, bu da Y. İntensivlik superpozisiya prinsipinə görə eyni istiqamətdə olanda nə edirik? Toplayırdıq. Və hansı istiqamətdə gözümüz də görür ki, bu sağa gedir. Ona görə 6 dənə Y sağa olar. 37. 4pi kvadratı nö kvadratı xm nəyin düsturudur? Bunu soruşur. Biz bilirik ki, bu nədir? Omega kvadratı xm-dir də. O da təcilin maksimal qiymətidir. Çox rahat, sadə sualdır. Başlanğıc sürətləri 3V, bir də V olan. Bunun sürəti 3V'dir, bu V'dir. Kütləsi M-dir, 2M-dir. Cisimlər yalnız sürtünmə qüvvəsinin təsirindən hərəkət edirlər. Cisimlərə təsir edən sürtünmə qüvvələri, bir də təcilləri müqayisə edir. Cismə yalnız sürtünmə qüvvəsi təsir edirsə, əvəzləyici qüvvə, yəni MA nəyə bərabərdir? Elə bu sürtünmə qüvvəsinə bərabərdir da. Yəni o da bərabərdir mü MJ-yə. İndi məsələn birinci cisim üçün yazsaq, mən bura yazım həllini. Birinci cisim nədir bu? Kütləsi M-dir. Yazıram MA bərabərdir. Elə bu eyni düstur olacaq. Mü vurulsun eyni səthədir hadisə. Yenə kütləsi M, J. M-lər getdi. A1 qaldı nə? Qoy bura bir yazım. Mü J oldu. Mü J. Bu qalsın burada. İndi ikinci üçün əvəzləyici qüvvəni yazsam. Deməli bu nədir? Yenə 2MA bərabər nəyə? Mü vurulsun 2M J'yə. Yenə 2M'lər getdi. A bərabər oldu A2 özdə. Mü J'yə. Yəni təcillər nədir? İkisi də bərabərdir. Təcillərin sabit olduğunu, bərabər olduğunu bildik. Amma sürtünmə qüvvələrini soruşanda birincinin sürtünmə qüvvəsi bərabərdir mü mj, ikincinin sürtünmə qüvvəsi bərabərdir mü vurulsun 2m vurulsun j. Çünki kütləsi 2m'dir. Bu da nə deməkdir? İkinci sürtünmə qüvvəsi birincindən 2 dəfə çoxdur deməkdir də. Yəni F sürtünmə 2 böyükdür F sürtünmə 1-dən və təcillər sabitdir. Y variantı olar. 39 joule vurulsun 10 bölünsün saniyənin açılışını istəyir. Joule nədir? Kiloqram vurulsun metrin kvadratı bölünsün saniyə kvadratıdır. Bu joule-un açılışıdır. Bu saniyə dursun öz yerində. Aşağıda var bu. Ohm isə kiloqram metrin kvadratı bölünsün amper kvadratı saniyə kubudur. Hamısı da kökün altındadır. Onda kiloqram metrin kvadratından biri çıxacaq çölə. Kiloqramdan biri çıxdı. Metrin kvadratından biri çıxdı. Amper özü çıxdı. Vurulsun saniyə kubu. Bu da nədir? 1 voltdur. 1 volt da gərginliyin vahididir. Ona görə olar B variantı. 40-cı sualda deyir ki, bir cis maqnit verilmiş bir cis maqnit sahəsi çevrə üzrə bərabər sürətlə hərəkət edən protonun impulsu azalır. Protonun impulsu azalırsa, protonun impulsu azalır. Deyir, tezliyi necə dəyişər? Biz demişdik ki, tezlik, period, omega bu üçü aslı deyil impulsdan, sürətdən, kinetik enerjidən, yəni sürətdən. Bunlardan aslı deyil. Bəs bunlar nədən aslıdır? Nədən aslı olmasına ehtiyac yoxdur daha doğrusu. Hər öz düsturlardakilərdən aslıdır. Yəni impuls azalırsa, tezlik dəyişməz. Bir qayda kimi demişdik bunu. Yəni tezlik dəyişməz. Amma radius nədir bəs? Radius bərabərdir mv bölünsün qb ya da ki p bölünsün qb. Yəni impuls azalırsa radius avtomatik azalar. Ona görə olar Y variantı.
41. Verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisinin təzyiqdən asılı qrafik verilib. Orta kinetik enerjinin həcmdən asılı qrafikini çəkin. Biz görürük ki, daxili enerji sabitdir. Düz bu hansı prosesdir? İzotermik prosesdir. Əgər izotermik prosesdirsə, onda kinetik enerji sabit qalacaq, temperatur sabitsə, kinetik də sabit qalacaq. Ya Y ola bilər, ya B ola bilər. Amma mən baxıram ki, izotermikdə təzyiq artıbdır. Biz demişdik ya, izotermik prosesdə P ilə V tərs aslıdır. Təzyiq artırsa, həcm azalmalıdır. İndi biz baxaq, hansında həcmdir? Y variantında həcm azalır. Ona görə cavab nə olar? Y variantı olar. 42-ci suala baxaq. Sabit gərginlik mənbəyinə qoşulmuş. Qoşulmuş deyirsə gərginlik sabitdir. Həmən yazırıq. O bərabərdir konstant. Hava kondensatorunun yükü soruşur. Yük nəyə bərabərdir? C-U-ya. Bu da deyir ki, lövhələrin sahəsindən asılı qrafikini çəkin. Nəyə dəyişib bəs burada? Hava kondensatı, heç nəyə dəyişmir. S-dən asıllığını istəyir. Lap yaxşı. C-ni açaq. Epsilon 0 S. U qalsın burada. D də aşağıda. Görürük ki, Q S ilə düz asılıdır. Bu da olacaq A variantı. Gələk 43-ə. 43-də X oxu üzrə düz xətli hərəkət edən cismin sürətinin proyeksiya zamanı asılı qrafik verilib. 0-T1 aralığında cismin sürət və təcil vektorlarının istiqamətini. Baxın, sürət zaman qrafikində biz demişik ki, bu qrafik xətti zaman oxunu neçə dəfə kəsib keçirsə, bax bir dəfə kəsdi, keçdi, bir dəfə kəsdi, keçdi, o qədər sürət istiqamətini dəyişir. Amma təcil isə sürət zaman qrafikində təpə nöqtəsi qədər idi. Amma biz bunu yenə də hərəkətin adlandıraraq da deyə bilərik. Gəlin, əzbərçilik olmasın, hərəkəti adlandıraq. Birinci, cisim X oxu istiqamətində yavaşlayan hərəkət edir. Sonra necə hərəkət edir? X oxun əksinə yeyinləşən, deməli burada dəyişdi bir dənə. Sonra yenə X oxunun əksinə yavaşlayan, sonra X oxu istiqamətə yeyinləşən. Artıq burada gördük ki, ikisi dəyişdi. Təcile gəlirik. Təcil. Üzrü sayım, dənsiliyim. Təcile baxın. Təcil burada mənfidir. Burada da mənfidir. Düzdürmü? Çünki bura sürət müsbətdir. Təcil mənfi olmalıdır. Yavaşlayan hərəkətdir. Burada sürət mənfidir. Yeyinləşən hərəkətdir. Təcil də mənfidir. Bura nədir? Sürət mənfi, təcil müsbət. Bura nədir? Sürət də müsbət, təcil də müsbət. Yəni təcil bir dəfə mənfi gəlirdi. Bircə dəfə oldu müsbət. Yəni bir dəfə dəyişdi istiqamətini, belə deyək. Ona görə sürət bir dəfə, sürət 2 dəfə, təcil 1 dəfə. 44. Detektorlu radio qəbul edicinin sxemi verilmişdir. AB hissəsinə hansı dövr elementi birləşdirilib? Çox qəşəng sadə sualdır. Bilirik ki, bu radio qəbul edicidə, verici və yaxud da qəbul edici stansiyada heç lampa yox idi demək olar. Yarım keçici dioddur, onsuz da burada verilib. Yəni bunu götürmək olmaz. Rezistor da orada yoxdur, reostat da yoxdur. Orada bir dənə kondensator. Burada yəni variantlardan elə ümumiyyətlə o bölməni zəif bilsəz belə, yəni bunu götürə bilərdiniz ki, B variantıdır. Bir-iki uşaq yazmayıb, ona görə bu sualı belə izah elədim ki, yəni burada bunları çaşası bir şey yoxdur da. Yəni bilməsən belə ki, bəlkə yəni qarışdıracağın, dəyişik salacağın bir şey yoxdur, bunu demək istəyirdim. 45. Maddənin bərk haldan birbaşa qaz halına keçməsi demişdik ki, sublimasiyadır. Yaxşı sualdır. Dəyişən cəryan dövrəsində qoşulmuş aktiv müqaməti 50 olan qrafik verilib, orta gücü istəyir. Deməli, aktiv müqamət R50-dir. UM nədir? UM də 200-dür. Bizdən orta gücü istəyir. P bərabər nəyə? UM-in kvadratı bölünsün 2R-ə. UM 200-dür. Kvadratı yazıram. 2 vurulsun 50. Bu 100 eləyir. Bu getdi. 2 vurulsun 200. Cavab eləyər 400. 47-dədir o mərkəzindən keçən disk müstəvisinə perpendikulyar olan ox ətrafında fırlanan disk üzərində 3 nöqtə olan ox ətrafında fırlanan disk üzərində 3 nöqtə göstərilmişdir. Sualı səbəb oldum. O mərkəzindən keçən və disk müstəvisinə perpendikulyar olan ox ətrafında fırlanan disk üzərində 3 dənə nöqtə göstərilib. Bu nöqtələrin xətti sürətlər arasında münasibət. Bu nədir? Mərkəzindən keçən ox ətrafında fırlanan 2 dənə diskdir. Biri budur, içəridə, biri də çöldə. Demişdik nədir? Burada sabitdir. Omega, T, tezlik, dövrlərin sayı, hətta fi, yəni bunlar sabitdir. Amma sürət, təcil və gedilən yol radiusundan düz asılıdır. Bir dənə ki, eyni çevrənin üzərindədir. Bunlar radiuslar eynidir. Amma 3-ün radiusu böyükdür. Ona görə 3-ün sürəti böyük olacaq. Deməli,
xətti sürətləri müqayisə edir. Amma burada xətti sürət tezlik kimi görünür. Nüy kimi görünür, amma ev yoxdur. Burada deyir də xətti sürət kimi. Deməli, V1 V2-yə bərabərdir. Özümüz görürük. 3 də böyükdür bundan. Cavab nə olar? B variantı. 48-də bərk cismin vakuumdakı çəkisi 2,8 newtondur. Bərk cismin vakuumdakı çəkisi P0-dır. Bərabərdir 2,8-ə. O da bərabərdir mg-yə. Deməli, bunun kütləsi nə imiş? 0,28 imiş. Yəni, J-yə ona vurandan sonra olubdur belənçədə. Bu qalsın burada bir yerdə. Suya batanda çəkisi 2,4 olubdur. Bərk cismin mayədəki çəkisi P0 çıxılsın F arximetlə təyin olunur. Bundan sonra biz F arximeti buradan tapa bilərik ki, P çıxılsın, buradan yox, F arximeti P0 çıxılsın P-dir. Yəni 2,8 çıxılsın 2,4, F arximeti 0,4 imiş. Lap yaxşı. F arximet 0,4 isə F arximetin öz düsturu nədir? Buraya yazıram. F arximet bərabər nəyə? Rho maye J V batanın yerinə M bölünsün rho cismindən belə getdim. Amma bunu əlbəttə ki, elə buradaca yazmaq olardı ki, onu da yazaram. Qoyun bunu hesablayayım, onu da yazaram. Rho maye nə qədərdir? Bizdən cismin sıxlığını istəyirsə, rho cismi buradan tapıram bu düsturdan. Rho cismi tapanda bir dəqiqə. Bərabər olur rho maye J və M bölünsün F arximet. Qoyub hesablayıram. Rho mayenin sıxlığı 1000-dir. J 10'dur. Kütləni bayaq tapdım ki 0,28'dir. Və F arximet 0,4'dür. Buradan vergülü silirəm. Buradan 2-dən bunu silirəm. Buradan silirəm. Bura bir dənə 0 artırıram. 28'i bölürəm. 4'ə 7 edir. Və yanına 3 dənə 0 gəlir. Olur 7000. Və yaxud da bunları silim mən. Belə yazmaq olar. P bərabərdir. P0 çıxılsın F arximet və mg çıxılsın, 1 çıxılsın rho maye bölünsün rho cisim. Belə də eləmək olar. Buradan bizə nələr var? Kütləmiz var, J var, bu P var, 2,4 var, bir dənə rho cisim yoxdur. Yəni, belə də qoyub tənlik kimi hesablayıb almaq olar. İkisi də düzdür. 49-cu suala baxaq. 49-da cisim nazik toplayıcı linzada 4 dəfə böyüdülmüş xəyala alınır. Böyütmə 4-ə bərabərdir. Yəni F bölünsün D bərabərdir 4-ə. Buradan da F nəyə bərabərdir? 4 dənə D-yə. Sonra deyir ki, cisimlə onun xəyalı arasındakı məsafə. Cisimlə xəyal arasındakı məsafə F üstə D-dir. Hətta D üstə F yazıram. Çünki birinci cisimlə xəyal arasındakı məsafə deyir. Daha düz olsun. D üstə F bərabərdir 2,5'ə. Gətirib bu F'i qoyuram burada yerinə. D üstə 2,5 D 4,5 D niyə? 4D. D üstə 4D bərabərdir 2,5'ə. 5D bərabərdir 2,5'ə. D nəyə bərabər imiş? 0,5'ə. Bunu tapdıq. D 0,5 cəbə F nədir? 4 vurulsun 0,5. O da eləyər 2. Bu da ki, fokus məsafəsini tap. 1 bölünsün F nədir? 1 bölünsün D üstə 1 bölünsün F. Gətirib yerinə qoyuram. 1 bölünsün D nə qədərdir? 0,5'dir. Üstə F'i də aldım ki 2'dir. Nə eləyər bu? Bu eləyəcək 2. Bu da eləyəcək 2,5. 1 bölünsün F bərabərdir 2,5. F isə bərabərdir 1 bölə 2,5. Bu da eləyir 0,4 metr və santimetrə çevirsək 40 santimetr. Bu cür alarıq. 50-ci sualda deyir ki, sarğacdakı cəryan şiddəti 1,5 amperdir, I bərabərdir 1,5 amper. Maqnit seli Fi bərabərdir 20 Weber. Sonra bizə nə verib? Enerjisini istəyir. Enerjinin düsturu nə idi? Fi bölünsün 2 idi. 20'ni vurub 1,5'ə 2'yə bölsək eləyər 15. 15 joule. D variantı.
Birinci maqnit sayəsində induksiya xəttlərinə perpendikulyar istiqamətdə irəliləmə hərəkət edən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılı qrafiki verilibdir. Bizə deyir ki, hansı qrafik bu naqilin sürətinin modulunun zamandan asılı qrafikidir, hansıdır? Deməli, biz ən sadə yol demişdik ki, epsilon özünü nə kimi aparır? Sürət kimi aparır. Yəni, epsilonun qrafiki nədirsə, sürətin də qrafiki eyni olacaq. Ən rahat qayda belə öyrənmişdik ki, yəni rahat olsun, rahat yadda qalsın deyənə C variantını tapan kimi götürürük. Amma qayda olaraq desək, qaydanı da həmişə deyək, deyirik ki, epsilon nəyə bərabərdir? Birinci maqnit sayəsində hərəkət edən naqildə yaranan induksiya elektrik hərəkət qüvvəsi epsilon i, yəni bərabərdir BLV sinus alfaya. Düzdürmü? Yəni burada da görürük ki, epsilon sabitdirsə, irəliləmə hərəkət eləyir sabit sürətlə. Ona görə nə deməkdir? Sürət də sabitdir. Bu da C variantı. 52-ci sual. Kütləsi 3 kiloqram olan birinci çubuq üfüqi vəziyyətdə tarazlıqdadır. Verilənlərə görə reaksiya qüvvəsini tapın. Və kütləsi 3 kiloqramdırsa, kütlənin çəkisini hara qoyuruq? 3 kiloqram, o da nə eləyir? 30 newton eləyir. Yaxşı, biz dayaq buradadır. Linkin dayağı buradadır. Əgər dayaq buradadırsa, bax bu T gərilmə, ipdə T gərilmə qüvvəsi yaranır. O cismi bax bu tərəf hərəkət edir. Yəni momenti tapanda o bu tərəfədir. 30 newton belə hərəkət etdirir. Bu 2 kiloqramlıq cisimdə çəkisi 20 newtondur, belə hərəkət etdirir. Bilirik ki, yəni reaksiya durur da, hələ reaksiya heç nə eləmir, momenti yoxdur. Onda biz momentlər qaydasını tətbiq edəsək, yazarıq nə? 30 newtonun qolu dayaqda nə qədər? 3. Yəni 30 newton cismi saat əqrəbi istiqamətində fırladır 30 newtona 20 newton. 30 newton vurulsun 3. Üstə gələk 20 newton vurulsun 6. Bərabərdir. Burada yaranan gərilmə qüvvəsi, çünki bu saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Vurulsun 5-ə. 90 üstə 120 edir 210. Bu 5 silindi buradan. Bərabərdir. T vurulsun 5-ə. Tapırıq ki, T nə qədərdir? T 4 dənə 42. T bərabər oldu 42. Deməli, buradakı gərilmə qüvvəsi, bax, bu bərabər oldu 42-yə. İndi biz tapanda reaksiya qüvvəsini neynirdik? Artıq qollara fikir vermirdik. Momentlərə fikir vermirik. Neynirik? Görürük ki, aşağı nə qədər var? 30 newton və aşağı var 30 newton və 20 newton. Baxın, yəni cəmi nə qədərdir? 50 newton. Demişdik ki, yuxarıda nə qədər olmalıdır? Eyni qədər 50 newton olmalıdır. Yuxarıda nə qədər var? 42 var. Deməli, nə qədər çatışmır? Reaksiya qüvvəsi 8 newtondur. Yəni, burada biraz, yəni nisbətən, çətin də deyil, topulda belə tip həll eləmişik. Nisbətən fərqli sual budur ki, uşaqlar yəni bunu da çaşıblar. Heç yəni yoxdur elə çətin sual. 1 millimetrdə 500 ştrixi olan 1 millimetr nədir? Yəni məsafə L bərabərdir 1 millimetr. Onu da çevirsək 10 üstü mənfi 3 metrdir. 500 dənə ştrixi olan ştrixlərin sayı, cizgilərin sayı 500-dür. Difraksiya qəfəsinin üzərinə, qəfəs səthinə perpendikulyar istiqamətdə tezliyi verib 4/5 vurulsun 10 üstü 14-dür. İşıq dəstəsi düşür. Tərtibi istəyir. Sen də verib 10 üstü 8 K-nı istəyir. Biz demişdik D nədir? K lambdadır. Digər tərəfdən D-nin yerinə yazıram. L bölünsün N bərabərdir K. Lambda da yoxdur. S ilə nü var deyənə. Lambda nəyə bərabərdir? S böl nüdür. Buradan bizdən nə istəyir? K-nı istəyirsə, K-nı tapsaq, K da bərabərdir. L vurulsun nü bölünsün N vurulsun S. L nə qədər oldu? 10 üstü mənfi 3. Nü nə qədər oldu? 4/5 vurulsun 10 üstü 14. Say N 500'dür. S də 3 vurulsun 10 üstü 8'dir. 3 ilə bağlı bir cavab olacaq. Amma yenə də deməli bu 2 sıfırdan bu gəldi. Bu 10 oldu. 10 buradan getdi 10'u. 10 üstü 4 qaldı. Bu da getdi. Bir dənə 10 qaldı bax burada. 45'i də 10'a vuranda 45. 4'ün də 5'i 10'a vuranda 45. Burada da 15 var. Elə cavab eləyəcək 3'ün özü. Tamı falan yoxdur. Cavab oldu 3. Yəni tərtib 3 olmalıdır. Bu da çox rahat, sadə məsələ idi, yəni.
çaşdırıcı heç nə verməyiblər demək olar ki, uşaqlar üçün bu səfər. Hansı ifadələr doğrudur? Cəryanlı sonsuz uzun düz naqilin yaratdığı maqnit sahəsinin induksiya vektoru. Biz demişdik nədir? Cəryanın sağı x-dir, solu nöqtədir. Uşaqlar belə əzbərləyirlər. Amma ki biz sağ əlimizi tuturuq. Bax, sağ əlimizin baş barmağı bu tərəfə gedir. Belə əl çəksək. Bu da bizim qatlanılan 4 barmağımız olsa, düzdürmü? 4 barmağımız bura daxil olur. Baxın. 4 barmağımız belə bizdən gedir ora. Bizdən ora gedirdisə, bizdən şəkil müstəvisinə gelirsə, bura x-dir. Düzdürmü? Sonra bu 4 barmaq qayıdır, gəlir, altdan çıxır. İndi bunu necə fırlayayım bilmirəm də, belə fırlamaq olmur. Burada olur nöqtə. Lap yaxşı. Bunu da sildim. Deməli, yuxarı x aşağı nöqtədirsə, bundan sonra da verilənlərə uyğunlaşdıraq. Deyir, L nöqtəsində bizdən şəkil müstəvisinə perpendikulyar istiqamət yönəlib. Bəli, x-dırsa bizdən şəkil müstəvisinə yönəlib. L nöqtəsində məlumat verirsə bu səhvdir. M nöqtəsində yenə bizdən şəkil müstəvisinə yox, L nöqtəsində nöqtədir. Yəni şəkil müstəvisindən bizə doğrudur. L sağa, L sola, yəni bunlar da səhvdir. Cavab bir dənə 1 ilə 4-dür. Sonra 55-ci sual, toplu sualdır. Bu da eyni ilə kütləsi 0,5-dir. M bərabərdir 0,5. Sürət 6-dır. Zamanı verib 0,25 saniyə müddətində. Bir də nə verib bizə? Pi-ni verib 3-dür. Biz periodu tapmalıyıq. V nəyə bərabərdir? Radiusu da verib 1-dir. Onu da qoyaq bura. 1 metr. Aha, V bərabərdir 2 pi r bölünsün t-dən. Periodu tapmalıyıq ki, bilməliyik ki, bu 0,25 saniyə bu periodun hansı hissəsidir? Bunu buradan tapın periodu. 2 pi r bölünsün V. Yazıram 2 vurulsun 3. R 1 metrdir. Sürət də 6-dır. Period elə 1 saniyə imiş. Onda 0,25 saniyə nə qədərdir? 4/1-dir. İmpuls dəyişməsini biz 4/1 periodda tapmalıyıq. 4/1 periodda impuls dəyişməsi kökatda 2m v idi. Kökatda 2 1/4-dür. Verilib mötərizədə. 1/4-dür. Kütlə 0,5 kiloqramdır. V də 6-dır. Bu da nə eləyər? 3 vurulsun 1/4, o da eləyər 4,2. İmpuls eləyər 4,2. Rahat, yaxşı sual idi. Düz xətli hərəkət edən iki cismin təcillərinin onlara təsir əvəzləyici qüvvədən asılı qrafik verilib. Kütləsi belə olan cismə 90 Newton qüvvə verdiyi təcili. Biz əvvəl qrafikdən M1 və M2 kütləsini tapmalıyıq. Baxaq M1 nəyə bərabərdir? M1 bərabərdir F1 bölək A1. Düzdürmü? Yəni 12 bölək A1 nədir? 6-dır. M1 2 kiloqram imiş. M2 isə bərabərdir F bölək A2. Yəni 6 bölək nə? 12 bölək 6 deyilmiş. 12 bölək nə? Elə A2 də 12-dir. M2 də 1 kiloqramdır. Lap yaxşı. Bunları tapdıq. Gətirib burada yerinə qoyarıq. M bərabər nəyə? 2 vurulsun M1 2 kiloqram. 2. Üstə gəl. M2 nədir? Vurulsun 1 kiloqramdır bu da. Nə eləyər? Eləyər 9. Kütlə oldu 9. Bu da deyir ki, yəni kütləsi 9 kiloqram olan cismə 90 Newton qüvvənin verdiyi təcili tap. A nəyə bərabər? F bölünsün M-ə. F də 90, M də 9. Böldün, cavab aldın 10. Təcil oldu 10 metr böl saniyə kvadratı. 57-ci sualda yer səthindən şaquli yuxarı atılmış cismin maksimal hündürlüyə qalxana qədər onun özü deyir burada cismə təsirin ağırlıq qüvvəsi sabit qəbul edilir. Qüvvə sabitdir. Lap yaxşı. Müqavimət qüvvəsi nəzərə alınmır. Əgər şaquli yuxarı atılırsa cisim, belə şaquli yuxarı atılırsa, gəlib bura düşürsə, biz nə demişdik? Yuxarı qalxana qədər cismin kinetik enerjisi azalır, sürəti azalır. Sürət azalır, gətirib qoyuram bax bura. Yavaşlayan hərəkət edir, çünki sürət azalır. Yaxşı, başqa nə var burada? Potensial enerji nə edir? Axı yuxarı qalxır, hündürlük artır. Potensial ona görə artır. Bunu qoydum bura. Sonra nə var? Təcil. Təcil, qüvvə sabitdir. Qüvvə sabitsə deməli təcil də dəyişmir, sabit qalır. Ümumiyyətlə biz ağırlıq qüvvəsi altında
ağırlıq qüvvəsinin təsir altında hərəkət bölməsindəndir. Biz orada demişdik ki, təcil sabitdə AJ-yə bərabərdir. Və bütün hərəkətlərdə təcil qrafiki aşağıda mənfi J idi. Yəni təcil zaman qrafiki. Təcil dəyişmir ümumiyyətlə o hərəkətlərdə. Çünki müqavimət qüvvəsi nəzərə alınmır. Bir dənə də ağırlıq qüvvəsinin təsir altında hərəkət edir, sabit. Aha, tam mexaniki enerji onsuz da demişik dəyişmir, dedi. Kinetik enerji nə edir? Kinetik enerji təbii ki, yuxarı getdiyi dövrdə özü burada deyir ki, şaqıl yuxarı atılmış cismin maksimal hündürlüyə qalxana qədər. Yəni bura qədər deyir. Düşən hissəsini heç demir. Bizə lazımdır buradan bura qədər olan yer. Bu yer lazımdır bizə. Və əlbəttə ki, kinetik həmin yerdə azalır. Sonradan artır düşəndə. Azaları da qoydum yenə. Nə oldu? C, A, Y, B, D. 58-ci suala baxaq. Deyir, qüvvə xətləri təsvir olunmuş elektrostatik sahədə müsbət yüklü zərrəcik göstərilən istiqamətdə necə hərəkət eləyər? Müsbət yüklü zərrəcikdir gördüyümüz kimi və qeyri-birciz elektrik sahəsidir. Və nə baş verir? Burada intensivlik daha çoxdur. Və görürük ki, müsbət zərrəcik intensivlik xətlərin əksi istiqamətində daxil olub. Biz demişdik ki, əksi istiqamətdə daxil olursa, deməli bu necə hərəkət edir? Yavaşlayan hərəkət edir. Yavaşlayan. Bəs təcilə baxsaq, yavaşlayan. Təcil necə dəyişir? Baxın, bu gəlir hara? İntensivliyin çox olduğu nöqtəyə. Təcil də nəyə bərabərdir? MA bərabərdir QY-dir. Təcili tapsaq, QY bölə M-dir. Yəni intensivlik artır, intensivliyin çox olduğu nöqtəyə gəlir deyə. Ona görə təcil də artır. Olur artan təcillə yavaşlayan. Qəşəng sual idi. 59. X oxu üzrə harmonik rəqs edən kütləsi 0,4 kiloqramdır. Çünki 400 qramı mütləq çevirmək lazımdır. Cismin koordinatını zamanın asılıq qrafik edib. Koordinat zaman qrafikində görürəm ki, XM 40 santimetrdir. Yəni XM 0,4 metrdir. Bunu da yazdıq. Periyod nə qədərdir? Bir tam rəqsə sərf olunan zamandır. Deməli, periyodda 0,4-dür. Bizə nə istəyir? Tam enerjinin qiymətini istəyir. Bir də pi də var. Pi bərabərdir 3-dür. Tam nəyə bərabərdir? Bizdə nələr var? Buna gedək onda. M və M-in kvadratı bölünsün 2. VM-i də qıraqda hesablayıb gətirib qoyum yerə. Bir də düsturu böyütməyeyim. VM nəyə bərabərdir? Omega XM. O da 2pi bölünsün T vurulsun X-im. 2 vurulsun 3. XM 0,4. Periyod da 0,4. Bunlar getdi. VM qaldı 6. Gətirib bu altını qoysam yerinə. Oxu silək hələlik. Nə olacaq? Olacaq kütlə 0,4 vurulsun 6-nın kvadratı 36 bölünsün 2. Bununla da bu x-a gedər 0,2'ni 3,6'ya vuranda tam enerji olacaq 7,2. 60-cı suala baxsaq, verilmiş kütləli ideal qaz əvvəlcə izobar soyudulur, P sabit, soyudulur, deməli temperatur azalır. Sonra bu birincidir. İzotermik genişlənir, yəni temperatur sabit qalır, həcm artır. Lap yaxşı. Qaz molekullarının konsentrasiyasının qazın temperaturu. Mən çəkirəm konsentrasiyanın nədən? Temperaturdan asılılığını çəkirəm. Qrafiki çəkmək lazımdır. Lap yaxşı. Deməli, birinci izobar soyudulursa, N nəyə bərabərdir? P bölünsün K, T'dir. Bax, P sabit olanda N ilə T tərs aslı. Yəni, 1-dən 2-yə tərs aslı olacaq. 1-dən 2-yə. Və soyudulur deyə temperatur azalacaq. Baxın, temperatur burada böyükdür, gəlir bura az qiymətlə. Daha sonra deyir, izotermik genişlənir. İzotermik genişlənirsə temperatur sabit olmalıdır. Yəni, qrafik belə aşağı olacaq. Həcm artır deyə, amma N bərabərdir, M bölünsün V-dir. Həcm artır deyə konsentrasiya azalmalıdır. Yəni, ikinci hissədə ox belə aşağı olmalıdır ki, konsentrasiya azalsın. Bu qədər.